Mən 37-ci ili görməmişəm dostlar. Amma 37-ci illə bağlı o qədər, yəni dəqiq kitablar falanlar oxumuşam. Hətta tamaşalara baxmışam 37 ilə bağlı. Deyəsən Nəbi Xəzrinin idi, gecə döyülən qapılar. Yəni indi baxıram, bugünkü günə baxıram. Bugün o 37'nin biraz da iriyent şəkildə, yəni 37'də belə bir şey var idi. Yəni insanları çox da bir-birinin üzünə qoymağa, filana zada, yəni bir iki nəfər çağırırdılar və yaxud da 3 nəfər yığışırdı, bir qərar çıxardı, yerində gülləliyirdilər. Amma bunlar kimi o tərəfə çəkmək, bu tərəfə çəkmək, ona çamur atmaq, buna çamur atmaq, yəni bugün ləyaqətini, şərəfini qorumaq çox çətindir dostlar, inanın mənə. Yəni o nöqteyi nəzərdən mən 2 gün bundan öncə bir çıxışa rast gəldim, bir xanımın çıxışına və o belə söhbət edirdi ki, mən heç Əli Kərimini tanımıram və mən o nöqteyi nəzərdən dedim, mütləq mən bunu qoymalıyam, biz buna qulaq asmalıyıq dostlar. Fərq eləməz, indi siz haradasa rast gəlmişsiniz, mən istəyirəm bir də bizim efirimizdə baxasız ki, biz bugün gərək öz ləyaqətimizi, öz şərəfimizi, öz vicdanımızı dostlar, heç olmasa qorumağı bacaraq. Yəni, heç olmasa əgər danışa bilirsə danışaq, danışa bilmirsə heç olmasa susmağı bacaraq. Əziz dostlar, gözəl insanlar, bu son həbsləri bilirsiniz, çox komik bəhanələr eləyirlər. Güya Əli Kərimin evindən Ramiz Mehdiyevin məktubu çıxıb, ona görə həbs eləyiblər. Tutaq ki, deyək ki, yəni bilirsiniz necədir, çox adamın acığına gələn bizi axmaq yerinə qoyurlar. O əsəb eləyir adam. Yoxsa başqa hər şey anlaşılandır. Müxalifətdən qorxurlar, ölkənin içində narazılıq olduğunu bilirlər. Yəni bunun hamısı aydındır da. Amma buna bir ağıl kəsən bir şey deyil. Tutaq ki, Ramiz Mehdiyev Əli Kərimliyə məktub yazıb. Əli Kərim məktubu niyə saxlasın? İstədir suyunu içəcək, yaşıl parçaya tikib üstünə bağlayacaq. Yəni neyniyəcək? Yəni onların ağlı ilə deyirəm. Mən tamaşaçılarıma çox hörmət eləyirəm və inanmıram ki, belə şeylərə inananlar ola. Amma mən buradan əlaqədar orqanlara bir şey demək istəyirəm. Mən Əli Kərimçi deyiləm, cəbhəçi də deyiləm. Mən Azərbaycancıyam, mən Azərbaycan xalqının tərəfindəyəm. Azərbaycan xalqı pis vəziyyətdədir. Sizə qarşı, ay hökumət, Azərbaycan xalqının Əli Kərimli qaldıra bilməyəcək. Gültəkin Hacıbəyli qaldıra bilməyəcək. Sizə qarşı bu xalqı az maaş qaldıracaq, az pensiya qaldıracaq. Qazilərin özünü yandırdığı o icra hakimiyyətlərinin qarşısı var, o icra başçıları qaldıracaq. Məsuliyyətsiz məmurlar, harınlamış məmurlar qaldıracaq sizə qarşı xalqı. Çünki sayənizdə xalq kəndlərdə, rayonlarda çox unudub ki, müxalifət var. Amma onlar hər gün o maaşın azlığını hiss eləyirlər. Hər gün o özbaşınalıqlarla qarşılaşırlar. Yəni ona görə də inanın mənə, nə Əli Kərimli, nə Gültəkin Hacıbəyli, nə Cəmil Həsənli, nə o birisi, nə bu birisi. Sizə qarşı işləyən öz sistemimizdir. Ona görə də ya sistemimizi düzəldin, ya da cəmaatın yaxasından əl çəkin, buraxın o həbsdə olan qızları, jurnalistləri, Ələsgər Məmmədli kimi dəyərli bir hüquqşünası, Akif Qurbanovu, Ruslan İzzətlini, Tofiq Yaqublunu, onları da buraxın, yenilərini də həbs edib onların üstünə yığmağın bir anlamı yoxdur. Özünüzü düzəldin, düzəldə bilmirsinizsə boş yerə güzgü ilə dava eləməyin. Elə bilirsiniz ki, ölkədə müxalifət olmasa sizə yaxşı olacaq. Xeyr, siz zaman gələcək, o ölkədə müxalifət olmaq üçün dua eləyəcəksiniz. Bilirsiniz niyə? İdarə olunmayan qələbəliyin, xalqın, ayağa qalxan xalqın qabağında müxalifət də olsa dayanmasa, sonu Qəddafi kimi olacaq. Yəni, sonunuz, bütün məmurların sonu Qəddafi kimi olacaq. Çünki xalqı o tərəfdən də, bu tərəfdən də zəbt eləyə bilən, söz eşitdirə bilən bir adam qalmadığı zaman, xalq həqiqətən də o dözür, partlayır, axırda ağla sığmaz, heç kimin istəmədiyi, heç kimin qəbul eləmədiyi şeylər eləyir. Mən Azərbaycanın o vəziyyətə gəlməyini istəmirəm. Ümid edirəm ki, siz də istəmirsiniz, axırınız elə olsun. Ona görə də boş-boş bıraxın, ay məktub yazdı, Ramiz Mehdiyev sizin adamınızı yazmışdı məktub o zaman. Yəni siz gətirmişsiniz, siz saxlamışsınız illərlə.
Ya güzgünü sındırmakla değil, bu cemaat axmaq değil. Hamı hər kəs hər şeyi görür. Ona görə də belə nə bilim cılız deyim, aşağı səviyyəli deyim, bəhanələr uydurub, birilərini həbs atmayayım. Mənim üçün fərqi yoxdur ha, söhbət ondan getmir. Burada şəxslərdən söhbət getmir, söhbət prosesdən gedir. Proses sizin əleyhiniz işləyir. Cəmaatın narazılığı bir-iki müxalifət lideri ilə ki, qoymusunuz qala, nəfəslərini kəsmişsiniz. Onlarla olmur. Yəni problem sizdədir, sizin yönetim sisteminizdədir. Özünüz yeyib xalqa verməməyinizdədir. Özü yeyib bəy kimi yaşayıb xalqı pis vəziyyətdə saxlamağınızdadır. Yəni bunları düzəldin, düzəldə bilirsinizsə, qorxursunuzsa həqiqətən də o sonluqdan. Yoxsa ay Əli Kərimlidir, ay Gültekin Hacıbəylidir. Heç bunlar lazım deyil məncə. Bəli, İlham Əliyev özünü düzəltmək lazımdır. Yəni səhvi, yəni sən özünün gözəl olmadığını görmək üçün güzgünü sındırmaq yox. Özünü düzəltməlisən, özünə əl gəzdirməlisən. Yəni o nöqteyi nəzərdən dostlar, bu qadın o qədər gözəl danışdı ki, yəni biz hər bir insan, bugün Azərbaycanda hər bir insan, mən fikirləşirəm ki, məhz belə düşünməlidir. Ola bilər ki, Gültekin Hacıbəyli və yaxud da Əli Kərimli və yaxud da deyək ki, onlarla tutulan insanlar ola bilsin ki, haradasa bizim düşmənimizdir. Yəni o nöqteyi nəzərdən biz sadəcə olaraq öz ləyaqətimizi gözləməliyik. Biz haqsız yerə, əgər biz ədalətdən danışırıqsa, əgər biz haqq uğrunda mübarizə aparırıqsa, mütləq bu mövqeyi müdafiə etməliyik dostlar.